Salam əziz və dəyərli müştərilər, sizi salamlayıram Kars Ailəvi restoranından. Hamımızı yenidən gələn yeni bayramımızı təbrik edirəm. Bugün ayın 25 dekabr 2025-ci il. 2025-ci ilin son günləridir, bunu da qeyd eləmək istəyirəm. Təmiz Bakı kiftə bozbaşı pişirmişik. Bax. Kasıya yerləşmir də bu kiftə bozbaşı. Hamısı bizim yeməklərin hamısı. Burada kömürdə, közdə, ocaqda pişir. Ya Allah, şapalağımızdır. Qəşəng quzu buğlama var. Şirəli çəpiş. Bəh. Aç onu. Qaz əti, heyva şabalıqda. Hindişka çırıtmasıdır, qəşəng. Damaşlı duşonkamız var. Göbələkli can əti var, qəşəng. Şirəli dana var, öz sokunda, öz suyunda. Qəşəng çölmə var, bir-birindən gözəl çölmələrimizdir. Keçdik bura. Bir-birindən gözəl kebablarımızdır. Bax, hamısı necə lazımdır elə. Bir sözdən bütün gözəl teyamlar bizim Kars restoranımızda mövcuddur. Keçdik bura. Hazırsınız? 1, 2, 3. Burada bir-birindən gözəl təmiz quyruq yağında şapalağımız, steykimiz var. Təmiz quyruq yağında pişir bunlar. Özünüz də görürsünüz, videolarda çəkib paylaşırıq. Konservatı kebabı, təndir yeməkləri, xəmir yeməkləri. Bu gözəl teyamların hamısı Löşbatanda Kars Ailəvi restoranında Onur Ustanın yanında. 7-24 qulluğunuzda buyurub gələ bilərsiniz. Nizami küçəsi 112, Botda və Veyzdə konum mövcuddur. Buyurun.